47-ci sual. Təzyiq qüvvəsinin sabit qiymətində səthin sahəsini 2 dəfə artırdıqda səthə göstərilən təzyiq necə dəyişər? Biz bilirik ki, bərk cisimlərin təzyiqi P bərabərdir, F bölünsün S düsturu ilə ifadə olunur. Deməli, qüvvə sabit olduğundan təzyiq sahədən tərs asılıdır. Biz sahəni 2 dəfə artırırıqsa, sahə 2 dəfə artdıqda, deməli, təzyiq də 2 dəfə azalmış olacaq. Deməli, cavab 2 dəfə azalır olacaq. Növbəti sualımız belədir. Spirt çəninin dibində göstərdiyi təzyiq 20 kilopascal olan çəndə olan spirtin hündürlüyünü tapın. Deməli, 48-ci sual. Deməli, mayenin təzyiqi, yəni spirtin təzyiqi 20 kilopascal, bu da 20.000 paskal eləyir. Və spirtin sıxlığı 800 kiloqram bölünsün metrin kubu. J-ni də bizə təbii ki 10 verib. 10 metr bölü saniyə kvadrat. Biz bilirik ki, mayələrin qabın dibinə təzyiqi P bərabərdir. Rho J H düsturu ilə ifadə olunur. Buradan hündürlüyü tapsaq, olur P bölünsün J Rho J. Deməli, təzyiqimiz oldu 20.000 bölünsün sıxlıq 800 vurulsun J-də 10. Deməli, minlər ixtisar getdi. Buradan da deməli ifadəni 5 bölünsün 2, bu da olur 2,5 metr. Cavab 2,5 metr edir.